Kur'an-ı Kerim Ali İmran suresi, yani 3. sure 96. ayette bu cümle geçir. Ben şimdi onu size okuyayım burada. Demek enne evvela beytül vazi lel-nasi lellezi bakka. Tercümesi budur ki, insanlar için ilk kurulan ev Bakka'dadır. Yani bu kısa aydın konkreti. Yani bunu kalkıp ben Kur'an-ı Kerim'i bədii tərcümə eləyəcəm, ben Kur'an-ı Kerim'i istediğim kimi tərcümə eləyəcəm, olmaz. Kur'an-ı Kerim roman değil. Kur'an-ı Kerim indirilmiş ve ayetlerden ibaret 6200'den artık ayetlerden ibaret bir kitaptır ve o Allah'ın emridir. Ona bende, Allah kulu istediği kimi tərcümə eləyə bilməz. Ama bunu indi gelin bu kitabı tercüme eden insanlara anlatın. Xüsusilə də bax bu ayeti istedikleri kimi sağa sola çəkiblər. Bu istər İmam Valeriya Porokhova'nın Kur'an-ı Kerim'in Rus diline olan tərcüməsində dəyişdirilib, istərsə də Elmalı Hamdi Yazarın, Ömər Çəliyin, Diyanət İşlərinin, Çantayın, ya bu işlə məşğul olan çox insanın tərcüməsində bu ayət, bax, bir cümlədən ibarət bu ayət, 96. ayət, tam başqa cür tərcümə olunur. Burada tərcümələrin birində deyir ki, insanların ibadəti üçün yapılan ilk ev Məkkədəki mübarək Kabədir filandır. Yəni burada Məkkə sözü keçmir, bunlar Məkkə artırıblar. Bu kimin şeydir? Diyanət İşlərinin, Türkiyə Diyanət İşlərinin tərcüməsidir. Orada ibadət sözü keçmir. Məkkə sözü keçmir və Kəbə sözü keçmir. Burada açıq aydın verib. İnsanlar üçün qurulan ilk ev Bakka'dadır. İndi bu işin içindən çıxa bilmirlər. Bunu başlayırlar. Bu Bakka Məkkənin başqa cür adıdır. Bakka Məkkədən 480 kilometr aralı, dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşən bir şəhər adıdır. Yəni yazıblar da yazıblar. Bir görüşə görə bilməm nə oldu, başqa bir görüşə görə bilməm nə oldu. Kur'an-ı Kerim sənin mənim görüşümə görə deyil. Kur'an-ı Kerim kitabı, Allah kitabı göndərib və o da tərcümə olunmalıdır. Səsbəsəs, sözbəsöz, cümlə. İndi burada orijinalına ən yaxın tərcümə Abdullah Yusuf Ali'nindir. Abdullah Yusuf Ali Hindistandan çıxıb uzun müddət İngiltərədə yaşayan, daha doğrusu ömrünün sonuna qədər İngiltərədə yaşayan bir mütəxəssisdir. Çox mükəmməl ərəbcəsi var və o ərəb dilindən İngilis dilinə bu ayəti belə tərcümə edib. Yəni o Kur'an-ı Kerim İngiliscəyə tərcümə edib, çox böyük bir iş görüb. İndi baxın burada nə yazır? The first house appointed for men was set at Bakka. Yəni bunun kişilər üçün təyin olunmuş ilk ev və kişilər üçün qurulmuş ilk ev Bakka'dadır. Yəni burada Məkkə sözü keçmir, Kəbə sözü keçmir. Və bəzi Kur'an'ı tərcümə edən insanlar bu Bakka sözünün Bakı olduğunu iddia edirlər. Və siz təsəvvür edin, bax burada Bakka sözü olduğu kimi tərcümə edildiyinə görə və bu Abdullah Yusuf Ali'nin İslam'a münasibəti, yəni daha doğrusu Kur'an-ı Kerim'e münasibəti ərəblərdən fərqli olduğuna görə Səudiyyə Ərəbistandır. Və Səudiyyə Ərəbistanın təsir dairəsində olan bütün ərəb dövlətlərində bu Abdullah Yusuf Ali'nin kitablarının satışı yasaqdır. Niyə? Çünki bu olduğu kimi tərcümə edilib. Onların istəyinə uyğun, onların fikrinə uyğun tərcümə edilməyib. İndi İmam Valeriya Porokhova'nın Rus dilinə tərcümə olunmuş, bax 3. sura 96. ayəti mən oxuyuram sizə. I первым домом
Paklanение. Bu da çarpıdıb. Ya orada ibadət sözü yoxdur, məbəd sözü yoxdur, amma bu paklanение deyib. Başqa tərcümələrdə də məbəd sözü keçir. И первым домом поклонения, что был назначен для людей, был tot, что в Мекке. Bu da Bakka sözünü Məkkə kimi tərcümə edib. İndi bunlar nəyə əsaslanaraq bu Qurandakı bu adları dəyişdiriblər bilmirəm. Amma bildiyim o ki, Quran-ı Kərim roman deyil, hekayə deyil, novella deyil. Quran-ı Kərimin bir toxunulmazlığı var. O hansı şəkil enibsə, o şəkildə tərcümə olunmalıdır və bu Bakka çoxlarının yuxusunu qarışdırıb. Qarışdırmalara da səbəb odur ki, bəzi İslam alimləri bu Bakkanın Bakı olduğunu deyirlər. Bu da bəzi İslam dünyasındakı bəzi insanlara tərs gəlir. Ki, Bakı ilə Kabənin nə əlaqəsi? Amma bir şey unudurlar ki, müqəddəs kitabların ikisində, yəni Torada İbrahimin atasının adı Terak olaraq keçir. Mən keçən bu barədə danışmışdım bundan əvvəlki videoda. Terak olaraq keçir İbrahimin atasının adı və İbrahimin üçüncü xanımının adı Kanturadır. Quran-ı Kərimdə Ən'am surəsi 74-də isə İbrahimin atasının adı Azər olaraq keçir. Yəni mən bunu sizə deməkdən məqsədim odur ki, biz türklərin istər dünyəvi dillərdə, səmavi kitablarda, istərsə tək Allahlılıqda, tevhiddə çox böyük rol olur və İslamın din olaraq yayılmasında türklərin çox böyük rol olur və mən sizə bir şey deyim. Husilər, Abbasilər dönəmində, Xəlifə Mütasim dönəmində Məkkəyi işğal etdikdən sonra orada Hacerül Əsvat var. Hacerül Əsvatı aparıblar Yəmənə. Və bu ərəblərin heç birisinin cəsarəti çatmayıb ki, o Husilərdən bunu alsınlar. Husilər də onu ona görə aparıb ki, siz daşa səcdə edirsiniz, siz daşa sitaət edirsiniz. Bu da bütpərəstliyin başqa bir növüdür. Onu təhdid ediblər ki, biz bu daşı yarı bölüb, sındırıb, onu biz həla daşı edəcəyik. Bu söhbət gedir çıxır Məmlüklərin sultanı Mansura. Mansur da türk əsilli olur. Və Məmlüklər ümumiyyətlə türk dövləti olub. Yəni dövləti Türkiyə deyiblər onu, türk dövləti. Ya onu 1517-də Sultan Səlim işğal edənə qədər xəlifə də Məmlüklər idi və fətva mərkəzi də Qahirə idi. Və Şeyx Misrin hökümdarı Mansur xəbər göndərir Husilərə. Deyir ki, bu sizin savaş qənimətinizdir. Siz bunu istədiyiniz hətta özü ağırlığında qızıla dəyişdirə bilərsiniz. Sizə nə qədər bu daşın qarşılığı qızıl lazımsa mən verim. Yox, əgər vermirsinizsə, o zaman mən o daşı almağa gəlirəm. Və Husilər Məmlüklərin gücünü bildiklərinə görə və Əbu Davudun 4603 sayılı hadis-i şərifini göz önünə alarsak, o da deyir ki, türklərlə savaşmayın. Peyğəmbər əleyhissalamın hadis-i şərifi var. Türklərlə savaşmayın. Husilər türklərin onların üstünə gələcəyindən qorxub və yüklü miqdar qızıl qarşılığı, o Hacerül Əsvat dedikləri, o qara daşı geri qaytarıblar və o təkrar yerinə qoyulub. Yəni deməkdə məqsədim odur ki, A-dan Z-yə
səmavi dinlərin tarixində türklərin rolu çox böyük olub, yaşadıkları yerlərlə, şəxsiyyətləri ilə, şəhərləri ilə və xüsusilə də bu Bakka sözünün üstündə araşdırmacılar dursunlar. Bu Bakka sözü Ərəbistanda elə bir şəhər adı yoxdur. Bakka sözünə bənzər bir tək şəhər adı var, o da Bakı şəhəridir. Bugün söyləmək istədiklərim bu qədər. Allah'a ısmarladık.